Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib. Reallıq TV bu barədə bildirir ki, APA'nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, müraciət əsnasında Lənkəran şəhər rayon polis şöbəsində təhqiqat araşdırması başlanıb, izahatlar alınıb. Məhkəmə tibbi ekspertizası təyin edilsə də Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasına əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edir. Həmin tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib. Qeyd edək ki, Lənkəran rayonu Təpəşdə kənd ümumi orta məktəbində dərsə 2-ci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.